Salam əziz izləyicilər, növbəti Redcard proqramının video dərsinə başlayırıq. Bu dərsdə biz deməli, bax, burada mən açmışam, öncə var idi bu, deməli, çəkmişdim mən bunu, indi bunu silirəm, burada aşağıda, və burada indi mən götürdüm sizə. Bax, burada, bunun aşağıda burada açılan pəncərələri burada göstərir. Bunu bax, keçiririk. Bunu da keçiririk. Mən göstərəcəm indi sizə. Bunu nə cür pəncərəni necə tənzim eləmək? Birinci pəncərəni bax, bu cür tənzimləyirik. Bunu gətiririk və salırıq ki, bu video dərsi çəkəndə bu düzbucaqlığın içərisində olmalıdır ki, o düzbucaqlıqdan kənarda qalan hissə görsənmir. Sizə mən izah eləmək üçün, göstərmək üçün alətləri, əməliyyatları, bax, bunu mən belə salmalıyam, bax, bu düzbucaqların içərisində. Sizin də o düzbucaqlarını görmürsünüz. O proqramında, o çəkdiyim proqramın deməli pəncərəsidir. Bax, bu pəncərəni siz görə bilməyə bilərsiniz. Onu orada indi nə edirik? Bax, burada biz keçən dəfə biz tənzimləmədən tanış olduq. İndi isə yeni fayl açırıq. Yəni işçi fayl. Orada eskizlərlə tanış olmalıyıq biz. Bura girirəm. Ben burada yeni fayl açıram. Bu rus dilində sazdatdır, yəni yeni qurmaq. Burada vurdum. Deməli, burada görürsünüz. Açılır, bax, burada alətlər. Çoxu burada alətlər aktiv deyil. Aktiv olan nədir? Burada görürsünüz 3D layihələndirmə modullarıdır, yəni alətləri. Bir də burada eskizdir. Biz eskizdən başlayırıq. Bu görünüş kubu buradadır. Görünüş kubu mən belə eləyirəm. Məsəl üçün görürsünüz, bu koordinat oxları bizə tərəf baxır, perpendikular istiqamət. Üzümüzə daha doğrusu Y oxu bizə perpendikular olur, Z oxu yuxarı yönəlir, X oxu isə bizə sifətimizə paralel olaraq görsənir. Burada əgər bu görünüş kubunun bu tinindən vuranda belədir, bu tərəfə çöndərir. Buradan vuranda görsünüz, əyri oldu. Ona görə də belə gətirməlisiniz üstdən görünüş. Sonra bu ortanı vurmalısınız. Sonra buranı vurmalısınız. Çaşdırmasınız. İndi kubu nətər görsənirsə, biz çəkəcəyimiz müstəvilərdə bu görünüş düzəndə olmalıdır. İndi biz burada eskizi basırıqsa, bax, burada sazdat eskiz. Görürsünüz, proyeksiya müstəviləri burada görsənir. Digər 3D layihələndirmə proqramında olduğu kimi. Bunlar oxşardır. Dediyim kimi, 3D layihələndirmə proqramları, onlar bir-birindən oxşarlıqları çoxdur. Sadəcə alətlərin görünüşündə fərqli ola bilər. Bir də bəzi əmrlərdə fərq ola bilər. İndi əgər biz istəyirik ki, burada seçək hansısa müstəvinin üzərində eskiz eləyək, onda burada da görsənir. Bura browser adlanır. Inventorda da var, inventorda tərpənməzdir. Elə açan kimi burada görsənir. Ancaq bunda isə gərək əmr verəsən eskiz eləmək üçün. Bax, seçir burada XY müstəvisi, bax, bu müstəvidir. Bizə tərəf çövməlidir. Bizim sifətimizə paralel istiqamətdə olmalıdır. Vuran kimi, görsünüz, bax, hələ biz eskizi çəkməmişik. Rəngi dəyişdi, yaşıl oldu. İndi biz buradan deməli eskiz alətlərini buradan seçməliyik ki,
biz onun üzerinde işləyə bilək. İndi biz bunu seçmişik. Ama biz bak vurduq üstüne. İndi bize tərəf çöndü. Və XY müstəvisi görürsünüz bizə bax bu belə götürəndə böyle düzbucaqlı yəni bizim sifətimizə paralel olan istiqamətdir. İndi burada bax brauzerdə burada heç nə eləməmişik. Burada aktiv olanlar nədir? Burada aktiv olanlar indi eskiz alətləridir. Eskiz alətlərində bax burada mən çıxartmışam bu tərəfə. Bax bunun burada yerini də dəyişmək olur. Bu burada olur. Mən götürmüşəm, qoymuşam bura. Burada bu asıllıq alətləridir. Asıllıq alətləri ayrıca olsa yaxşı. İndi 3D layihələndirmə məşğul olanlar, bilənlər, onlar bilir ki, bu nə olan şeydir. Asılı, yəni tərpənməz hala gətirir. Eskizi asılı vəziyyətə gətirir. Hansısa verilən müstəvilərdən birinə, yaxud deməli, oxlara paralel olmaqlarını göstərir. Sonra burada bərabərlik işarəsi var, onu asılı vəziyyətə. Birinə ölçü verirsən, opsiyonu ona bərabər eləyirsən. Bax, bunları mən sizə əvvəlcədən başa salmaq istəmirəm. Onu çəki proses əsnasında başlayanda ki çəkməyə, onda mən bunları göstərərəm. İndi başlayırıq nöqtədən. Hər şey nöqtədən başlayır. Götürürük baba bu nöqtəni və görürsünüz burada koordinatı göstərir. Birinci koordinat x oxunun koordinatlarıdır. Bax, görürsünüz, bu tərəfə götürəndə bu müsbətdir, 21,5. Bura yerəndə artır, 38-dir, burada məsələ 64. Bu yanda eləyəndə, ox, bax, budur da, bura mənfidir. Görürsünüz, burada olanda 9,9'dur, bura götürəndə minus 52, yəni 52,5'dir və s. Şimdi biz götürüb, burada çəkiriksə, burada götürüb, bax, bunu vurmalıyıq. Vurduq. İndi burada bunun aşağısında bax görürsünüz, bax burada əmələ gəldi, əməliyyat. O nədir? Bax nöqtənin bax burada yəni ki bu işçi pəncərəyə yerləşdirilməsinin göstəricisidir. İndi biz əgər burada istəyiriksə bunu, bax indi burada görürsünüz, bax işarə eləyəndə bunlar asılı eləməliyik. Hansısa oxlardan olan məsafələri tapmalıyıq. Bax burada götürəndə bax bunu, bax bu görürsünüz. Bu asılı vəziyyətdədir. Hansı horizontal asılılıqdır. İndi burada nöqtə fərqi yoxdur. O nöqtədir, o horizontal asıllığı burada xətti göstərmək olur. Xətt parçasında. Amma burada məsafə asıllığıdır. Vertikal olan bizdə bu Y oxuna olan. Deməli bunu götürürüksə, buna deməli hər nöqtənin 2 koordinatı olmalıdır. X və Y. Çünki 2 ölçülüdür hələ ki. Bizim 2 ölçülüdür. İndi 3 ölçüyə keçəndə onda 3 ölçüsü olmalıdır. X, Y, Z. İndi Z oxu bizdə indi deyə bilərik ki, aktivləşdirilmir şey. Ancaq X-dən Y-lə işləyirik. Müstəvi olduğuna görə, müstəvi üzərində çəkdiyimizə görə. İndi mən bura işarə eləyəndə, buradan vururam üstünə, sol düyməyə, mouse'un sol düyməsinə. Bir də bunu, buradan olan məsafəni vururam. Görürsünüz, burada indi mənə variant təklif edir. Artırım ölçünü, yoxsa elə bunu qoyaq qalsın. Onu biz artırıq. Tutaq ki, eləyirik burada 50 mm. Enter düyməsini basırıq. 50 mm verdik. Y oxundan olan nöqtənin Y oxundan olan məsafəsi. Sonra götürür. Burada görürsünüz, rəngi dəyişir. Gərək belə olsun. Diqqətli olmaq lazım. Göy olur rəngi. Vurduq bura. Sonra götürür. Bu mərkəzdən belə. Deməli 50 göstərdi bunu. İndi mən buradan eləmək istəyirəmsə, onda bunun bu oxdan, görürsünüz, bu da dəyişir, göy olur. Vurdum buradan, vurdum bura. Buradan götürdüm, bunu da eləyə 50. İndi inventorda məsələn var, bunun üstünə vururuq, o görürsən, burada dəyişmir. Bu fərqi ondadır. Onun deməli Autodesk Inventor proqramının
Avtomatlaşdırma dərəcəsi bundan yüksəkdir. Ona görə də vuran kimi başa düşür. Süni intellektdir də. Yəni bu ölçünü götürürəm. İndi mən burada gərək dəyişiklik eləyim. Eləyirəm tutaq ki 40 mm. Enter düyməsini ya basıram klaviaturada ya da bunu vururam. Vurdum 40 mm götürdük. Sağ düyməni bastım, çıxdıq. Əmrdən çıxdıq. İndi bunu mən çəkə bilərəm yuxarı ki, bu seçilsin. Və burada gördünüz, bu ölçülər qırmızı ilə göstərilir. Bu isə yaşıl oldu. Yəni bu təyin olundu. Burada bax, burada da yazılır. Yəni nöqtənin tam asılı vəziyyətə gətirilməsinin göstəricisidir. Gözlə, burada yazır, tamamilə asılı vəziyyətə düşdü. Burada baxırıq, gözlə, avtoobnovleniya. Yəni yenilənmə, avtomatik olaraq yenilmə. Mən quş qoysam bura, avtomatik asıllıq vəziyyətinə gətirilməlidir. Amma mənə ehtiyac yoxdur ki, avtomatik özü asılı vəziyyətə götürür proqram. Mən buna quş qoymuram. Özüm verirəm asıllıqları. Çünki əmin olmaqdan ötəri. Proqramdır da, ola bilsin ki, nəyəsə mouse'da düzgün əmr verməyək və o da bizə düzgün nəticə əldə eləməyimizə mane olsun. İndi nöqtədir, bax, bu nöqtənin koordinatını verdi. Bu tam asıllığa gəldi. İkinci nöqtə götürülür, tutaq ki. Bax, buradan ikinci nöqtə götürülür, ya düz xətlə çəkə bilərik. Bu nöqtəni götürdüm nümunəni. İndi gəlin götürüb düz xət. Bax, bu düz xəti götürdüm. İndi bax, bu nöqtəni, bax, buradan götürdüm. Deməli, çəkirəm belə. Ya yuxarı. Hansı istiqamət istəyirik, istiqamət veririk ona. Bax, burada qoy, belə kiçildiyim biraz, bax, belə göstərdim ki, görəsiniz. Deməli, belə də verə bilərik. Belə də verə bilərik. Bax, belə verəndə, bax, belə verəndə. Bax, görürsünüz, bax, burada sağ tərəfdə görəsiniz. O asıllıq işarəsini göstərir. Bax, burada verir, görsən, paralel deyil. X oxuna paralellik yoxdur. Görsən, minus 1,58 dərəcə göstərir. Yəni, təşkil edir. İndi, əgər belə eləyəndə, bax, götürməsi diqqətli olmalısınız. Bax, belə eləyəndə, bax, görürsünüz, minus 0,00. Yəni, bu asılı vəziyyətə düşür. İşarə də var orada sağ tərəfdə. Horizontal asıllıq vəziyyətinə düşür. Əgər onu biz əldə eləyə bilmirsə, tez tələsiriksə, bax, görürsünüz, burada minusdur. Onu vururuq, bucağını eləyirik 0. İndi tutaq ki, bax, belə elədik. Mən indi ona ölçü verməliyim. Ölçünü yuxarıda göstərir, dərəcəni aşağıda. Mən ölçünü, əgər mən burada istəyirəmsə ölçü ilə bucağı verəm birbaşa, onda mən tab işarəsindən klaviaturada istifadə etməliyim. Götürürəm burada, tutaq ki, 40 mm, tab işarəsini vururam klaviaturada, bax, keçdi indi dərəcəyə. Orada minusla, yəni aşağıdır, yuxarı plusla göstərir. Biz aşağı veririk, minus, bura vurdum, 30 dərəcə. Enteri bastım, gördünüz, bax, burada verdi. Deməli, bu oxla göstərir. 30 dərəcə təşkil elədi. Sonra indi davam eləyirik ikinci düz xətti. Deməli, ikinci düz xət, bax, bunu görək, gərək komandanı, bax, bura baxırıq. Görürsünüz, burada tamamilə, deməli, asılı vəziyyətə düşdü. İndi ikinci oxda mən göstərəcəm sizə. Bax, belə, burada deməli, bax, bunu göstər göy olur. Bax, bunu gərək belə eləyəsin ki, yəni ora yapışır. Onun üstünə götürdük. İndi mən belə verirəm. Deməli, burada mən tək verəcəm bunun uzunluğunu. Bax, görürsünüz, aşağı verəndə, bax, görürsünüz, bucaq mənfi olur. Yuxarı verəndə bucaq müsbət olur. Deməli, mən buna vereyim, tutaq ki, 80 mm. 80. Enteri bastım. Bax, indi baxın, enteri bastım. İndi bu verdi ölçünü. Mən sol düyməni bassam, bax, o dərəcəni burada verir. Görürsünüz, bax, burada 30 dərəcə verir. Və 30, 23,6, yəni 23 dərəcə 17 saniyə. Dəqiqə, daha doğrusu. Bax, indi verdi. İndi mən onu
vururamsa sol düymə, mouse'un sol düyməsi ilə, bax belə vurdumsa, burada baxırıq. Bax görsən ki, tamamilə asılı vəziyyətdə düşməyib. Deməli bir asıllıq var. Hansıdır? Bunun ölçüsünü vermişik. 80'dir. O heç ara dəyişə bilməz. Amma baba bunu verməmişik. Baba görsə bu bucaq təyin olunmuyor hələ. Bilinmir. Ona görə də bir dənə sərbəstlik deməli bunda var. İndi ona mən o sərbəstliyi onun əlindən, yəni tərpənməməsi üçün görsən tərpənə bilər də. Bax əlimiz dəydi, o dəyişdi bunu. Deməli vəziyyəti dəyişir. Mən onu tamamilə təyin eləmək, eskizin təyin olunması üçün, yəni asılıq vəziyyəti gəlməsi üçün mən o ikinci bucağı verməliyəm. Yaxud bax bura olan ya buna paralellik deməli asıllığı verməliyəm. Gəlin bax belə eləyək, bunu buna paralel eləyək bax buna. İndi qoydum belə. İndi bax burada götürdük bax bunu, bax buradan vururuq. Ограничение, bax görsən, расстояние по vertikali, ограничение расстояние, bax budur. Görsən, bax belə maillidir. Deməli, onu, deməli, расстояние по горизонтali. Bax bunu götürdüm və mən bunun üstünə, bax görsən, işarə də burada gəlir horizontallıq. Bax vuranda, bax burada görür, burada ölçünü verir. Amma bucağı verəndə, bax burada bucağı verəndə, burada yazır bucaq, bax bucaq asıllığı. Bununla hansı ilə götürürəm? Bununla bunu götürsəm, onu verməlidir. Bunu götürürəm, bax bunu. Verirəm. İndi burada 8 mən eləyəm 0. Enter bastım. Bax gördünüz, gəldi buna paralel oldu. Əmin oldum paralel. Burada da yazdı tamamilə eskiz asılıdır. Asılı vəziyyətdədir. Bu çox vacibdir. Çünki 3D deməli eskizi belə modeli qurmaqdan ötəri onu biz verməliyik ki, o biz yerini dəyişdirəndə o modelin o ölçülər dəyişməsin, eskiz dəyişməsin, o asılı vəziyyət. Deməli biz bunu indi 3D eləməkdən ötəri hələ 3D-yə gələn dərsimizdə inşallah keçəcəm. Mən qısa çalışacağım, verəm sizə videoları. Siz rahat öyrənə biləsiniz, təkrar edə biləsiniz. Təzə, yeni deməli, öyrənməyə başlayan izləyicilər üçün mən bunu deyirəm. İndi burada olan, çalışaq ki, buradan olan hər dəstə 3 ya 4 deməli, alətdən istifadə etməklə deməli, onu tam asılı vəziyyətə gətirək eskizi ki, siz həm modulu, yəni alətin çəkilmə qaydasını öyrənəsiniz, həm də ki, eskizin təyin olunmasını. Bununla da bugünkü dərsimizi bitirirəm. Yeni video dərslərimizdə sizinlə görüşmək ümidi ilə. Salamat qalın. Bəyənməyi və abunə olmağı unutmayın.